Salam dostlar, videoma xoş gəlmisiniz. Deməli, bugün mən gedirəm Bakıya, amma tək gedirəm. Çünki Formula 1-dən mənə təlim dəvəti gəldi. Mən təlimə getmək üçün Bakıya getməliyəm. Sabah saat 9-da təlimdə olmalıyam və ona görə bugün Bakıya gedirəm, tək gedirəm, avtobusdan gedirəm. Yəni rahat deyə soruşsanız rahatdır, amma maşın yerin vermir. Yəni ən azından ayağını bardaş qurub otura bilmirsən, avtobusda falan rahat olmursan. Amma indi belə düşmüşük bir yerdə. Belə su falan almaq istəyən su falan alır, istəyən istirahət edir. Birazdan çıxacağıq. Dedim Bakıya, görüm nə olur. Tək qalacam evdə. Bir damcana görə qorxuram, çünki axşam bir damcı qorxacam deyirəm ki. Amma keçər, yəni elə belə şey. Deməli dostlar, mən çatdım Bakıya. Hava çox istidir burada, dəhşət isti hava var. İndi metrodayam. Gedəcəm Nərmanova və sonra diş həkimi ilə danışacağam. Əgər diş həkimim oradasa gedəcəm diş həkiminə. Oradan sonra da evə. Amma yenə də danışacağam, görüm diş həkimi oradasa gedəcəm. Orada deyilsə evə yox, dırnaq düzəltməyə gedəcəm. Qatarım da gəldi, indi qatara binirəm və gedirəm Memarəcəliyə. Oradan düşüb binəcəm Həbəsanova, oradan da Nərmanova. Deməli dostlar, mən çatdım Nərmanovaya. Nərmanovda orta addım açılmışdı, yoruldum da vaxtanda. Gəldim ona baxım, görüm, çünki çox acmışam, acımda dayıdan sağda heç nə yeməmişəm. İndi baxıram, görüm yeməyə nə sağladı. Çox böyük deyil, balaca bir yerdir. Amma ki, baxıram, görüm nə var yeməyə. Pişinkilər aramı bilmirəm, alım yoxdur. Dostlar, heç almamağa qərar verdim. Çünki, yəni, birinci baxdım daha doğrusu, yəni almaq istəyirdim ki, alım, yiyeyim. Amma belə bir şey deyəndə, baxanda göbələkli brokoli falan idi. Ya pendili falan idi, planlarda yemirəm. Yəni toyuqlu olsa, orada satılır ya belə. Pişinti də, yəni çəkişmə bir şeydir. Amma xaçapır idi hələ. Amma toyuqlu yox idi. Ona görə onu almadım. Bir də hazır yeməklər var idi, salatlar falan var idi. Amma onlara da baxanda yemək istəmədim. Bilmirəm, bəlkə hava çox istidir deyə mən yemək istəmədim. Amma bir şey dönər istəyirəm. Dedim, bir şey dönər alacam. Dönər yiyəcəm. Sonra da bir də kof istəyirəm, buz kimi kof istəyirəm. Gedim marketdən kof alacam, evdə kof hazırlayacam. Belə. Hello dostlar, deməli, mən ən axırıncı dəfə kameranı açanda evə gəlirdim. Yəni marketdən çıxmışdım, evə gəlirdim. Mən evə gəldim, yemək yedim, dönər aldım, aşağıdan dönər yedim. Sonra yemək yeyəndən sonra düşdüm, dırnağımı düzəltdirdim. Orada video çəkmişəm, onu paylaşacağam, qoyacağım aralara bir yerə. Belə düzəltdirdim, çox gözəl xoşuma gəldi. Sonra oradan çıxdım, getdim mağazaya baxdım, Olivia var idi, getdim ora baxdım. Sonra qayıtdım, gəldim evə. İndi evdəyəm, biraz dincələcəm. Ondan sonra başlayıb makaron hazırlayacağım özümə, axşam yeməyi olaraq makaron qaynadacağım. Hə, belə, heç nə. İndi biraz dincəlim, sonra makaron qaynadacağım. Deməli dostlar, mən durdum, dincəlmədim, makaronumu hazırlamağa başladım. Burada suyumu qoymuşam qaynamağa, suyum qaynasın. Sonra makaron Heyecanlı. Ay, konuş artık be! Qaynadacağıq. Yes. Və bu günlərim krem dözmədi, getdim bir dənə soğus aldım. Evdə heç nə yoxdur. Əslində var ya, ketçup falan var. Amma gördüm, dedim, maraqlı bir şey yoxşuyur. Ona görə bu soğusu da yoxlayacağıq sizinlə bərabər. Pendir soğusu əslində, prosto ilk dəfə gördüyüm bir şeydir. Mayonezli pendir soğusu. Yəni belə bir şeydir. İndi onu yoxlayacağıq. Və sonra sizə özəl spesialim olan bir şey hazırlayacağım. Yəni mən elə bilirəm, mən bunu özüm kəşf eləmişəm. İsti şokolad. Amma biz şokolad kimi eləməyəcəyik. Və süd. 2 dənə. Mən indi bunu hazırlayanda göstərdim sizə hazırlayırlar. Spesialim. İndi suyumuz qaynasın, sonra makaronumuzu bişirəcəyik, makaronumuzu yeyəcəyik. Ondan sonra sabah Formula 1-in təliminə gedəcəm. O təlimə hazırlaşmalıyam. Formula 1 haqqında məlumatlarım olmalıdır. Ona görə Formula 1 haqqında məlumat toplayanda içmək üçün özümə kovax hazırlayacağam. O spesialimi. Və o spesialimi hazırlayanda sizdən bir yerdə hazırlayacağıq. Yəni sizdən bir reseptimi bölüşəcəm. İndi makaronumu qaynamağı gözləyirəm, makaronum qaynasın. Ona qədər mən də gedim sabah yenəcəm, xatırları ütülüyüm, hazırlayım, qoyum ora ki, sabahlarım qarışıqlıq olmasın. Deməli dostlar, suyumuz qaynadı. İndi yadıq atacağım, amma atacağım. Töp atımdaymış. Töp bunu atıram. Deməli dostlar, bizim makaronumuz qaynadı. Süzdüm, altını açdım. Və indi bir dənə də püf nokta deyim sizə.
çox vaxt əridilmiş yağ qatırlar makaronun içinə. Amma mən əridilmiş yağ qatmıram. Mən əridilməmiş yağ qatıram. Və onu daha çox dad verəcəyini fikirləşirəm. Yəni məncə elədir. Yəni daha çox dad verir əridilmiş yağ. İndi bunu tökdüm, qarışdırıram, gözləyirəm. Yağ ərisin. Sonra bitiyor. Tökürəm boş-boş yeyirəm. Deməli dostlar, makaronumuz hazırdır. Belə göstəreyim. İndi sosunun dadına baxacağıq. Mən birazdan tökəcəm. Yəni birdən dadı xoşuma gəlməz deyə hamısına tökməyəcəm. Birazdan tökəcəm belə. Qarışdırıb dadına baxacağam. Çok geçerli. Bir pendir rendələmişsən içinə. Çok geçerli. Yəni töküb qarışdırabilirim. Yoxlaya bilərsiniz, məncə geçerli. Mən yedim, yeməyimi yeyim. Dostlar, mən yeməyimi yedim. Belə biraz uzandım. Sonra girdim, çimdim və indi istəyirəm formulaya hazırlaşım. Çünki saat 10-a qalıb, mənim ona hazırlaşmağım, biraz dincəlməyim falan saat 12 eləyəcək və bugün tez yatmaq istəyirəm. Çünki sabahlarım tezdən duracağam. Onun yarısı orada olmağım üçün mən gərək 9-a qalmış evdən çıxım və 9-a qalmış evdən çıxmağım üçün mən gərək 8-in yarısı 8-ə qalmış falan durum ki, hazırlaşa bileyim, çatdıra bileyim. Ona görə biraz formulaya hazırlaşacağam, biraz dincələcəm və gedəcəm yatmağa ki, sabahlarımda beynim açıq olsun, yuxum gəlməsin, təlimdə yatmayım. Anam, çok korktum bir anda. Acayip korktum. Acayip korktum. Dostlar, başlayıb kofeni hazırlamağa. Birinci açırıq bunu. İndi bunu qarışdıracağım, amma mən belə qarışdırıram. Çünki mənə belə rahat gəlir. Qapağını bağlayıram. Bir dənə baxım görüm buz var. A few moments later. İndi sütümüzü açırıq. Bu arada bu adi sütdür. Yəni yekə süt almaq istəmədim, sütü qurtaramayacaqdı. Ona görə balaca süt aldım. Qarışdıraq. Dadına bax indi. Geçelim. Biraz da ara qaldı, bunu da tökəcəm. Əslində bunu sabah almışdım. Amma məncə sabah deyəndə sabah səhər duranda, yəni nəsə için deyə almışdım. Amma məncə sabah olsa lazım olmayacaq. Deməli dostlar, kofemiz hazırdır. İndi qapağını bağlayacağım. Qapağını bağlamışdım. İndi çalkalayıram. İndi dadına baxaq. Çox qəşəng. Darıxmışdım. Mən həmişə üniversite açıq olanda axşam oturub dərs oxuyanda bundan hazırlayırdım. Oturdum, bunu içəcə dərs oxuyurum. İndi formulaya hazırlaşırıq. İndi gedək formulaya hazırlaşırıq. Deməli dostlar, mən biraz oxudum formula 1 haqqında. Saat 12 işləyib. İndi saçımı biraz düzləşdirirəm. Fenləmişdim. Daha doğrusu fenlədim. Sonra gördüm yenə şişdi, biraz keçdi. Amma yenə də biraz quru saçım şişdi. Sabah lap da şişəcək. Əslində sabah şişməyəcək, biraz şişi yatacaq. Amma biraz üstündən gedim ki, sabah daha yaxşı görünsün. Ona görə indi biraz saçımı ütü fenindən ütüləyəcəm. Ondan sonra biraz da oxuyub, sonra yatacağım işə. Bir daha salam dostlar. Mən saçımı düzləşdirmişəm. Əslində bayaqdan düzləşdirmişəm. Və hətta yerimə girib yatmaq üzrə idim. Sonra qəfildən yadıma düşdü ki, mən vlog çəkməmişəm. Ona görə dedim qoy deyim. Mən gedirəm yatmağa. Yatım, sabah səhər 8-in yarısına budini qoşmuşam. Yəni 7:30, 7:32, 7:34, 7:35, 7:36. Bu belə vaxtlarda budini qoşmuşam ki, mütləq durum.
Belə indi gedirəm yatam. Sabah səhər görüşərik. Bay bay. Sabahınız xeyir dostlar. Mən durdum. Dedim əzimi yuyum. Sonra gəlib başlayacağım makyaja. Saat 8'e qalıb 14 dəqiqə 7:36-da. Dedim əzimi yuyum. Sonra gəlib başlayacağım hazırlaşmağa. Deməli dostlar, mən çıxdım evdən, hazıram ucu. Gecikimdə video çəkə bilmədim. İndi çıxdım evdən, gedirəm metroya. Deməli dostlar, mən çıxdım metrodan, sahildəyəm. İndi konumla bir yerdə, bax, konuma baxa-baxa gedirəm həmin o plazaya. Baxın, yanından getirəm, gedirəm. Deməli dostlar, mən çıxdım təlimdən, necə gəlirəm, çatıram evə. Təlim çox maraqlı oldu. Yəni, çox maraqlı oldu təlim. Heç təlimdən çıxmaq istəmirdim. Yəni, vaxt necə gəldi, necə keçdi heç bilmədim. Bacardığım qədər, yəni sual çox verilmədi, verilən suallara cavab verməyə çalışdım. Yəni, amma burada da seçim mərhələsi olacaq, yəni. Buradan da aktivlər keçəcəklər, passivlər qəbul olunmayacaq. Sonra yenə bir mərhələ də var. Oradan da seçim mərhələsi olacaq. Oradan da seçəndən sonra deməli dostlar, təlim çox maraqlıydı. Yəni fonla bir haqqında məlumatlar verdilər, onlar falan keçirildi. Sonra heç nə, yəni bu qədər. Yəni deyim ona ki, biz çox danışmadıq, ancaq təşkilatçılar danışdılar. İndi mən çıxdım oradan, amma orada video çəkməyə qoymadılar. Yəni mən də çəkmədim heç. Yəni əvvəldən məlumatım var idi ki, məxfiliyə görə video çəkməyə icazə verilmir. Ona görə mən də video çəkmədim. Bir iki dənə video çəkmişdim, içəridə. Onu bəlkə paylaşaram, amma bəlkə. Sonra başqa heç nə çəkmədim özüm içəridən. İşte bu qədər idi. İndi gedirəm evə, 5 pişimi yığacam. Sonra gedəcəm Qəbəliyə. Dostlar, mən çıxdım evdən. Rəngi dəyişdim çünki hava çox istiydi. İndi gedirəm metroya. Metrodan Miyanvara gedəcəm. Avtobus olmadı, ona görə taksimlə gedəcəm. Amma bir şey var ki, taksi zakazlayırdım buradan ora, Miyanvara falan. Taksi gəlmədi. Yəni, çatda olar dedilər belədir. Mən də birinə zakaz verdim, o da uzun göstərdi. Ona görə taksilə getmirəm. Gedirəm metroya gedəcəm. Sumkam leş ağırlığındadır. Əlimdə də suyum. Gedirəm. Deməli dostlar, mən gəldim, Qəbələdəyəm, çatmışam evə. Yolda taksi ilə gəldim də heç video falan çəkə bilmədim. Çox yorulmuşam. Dəhşət yuxum gəldi, səhər tez durmuşam deyə. Amma yatmayacağım çünki gedəcəyik Qəbələdə. Ancaq qadınların olduğu bir parti var. Oraya gedəcəyik birazdan. Və onu bu vloga yox, onu bundan sonraki vloga əlavə eləyəcəm. Yəni 2 vlog yükləyəcəm kanala. Bugün axşam yəqin ki birini yükləyərəm. Bugün yəni Bakıya getdiyimi falan yükləyərəm. Sabahlarımda böyük ehtimal onu yükləyərəm. Heç nə. Amma bu videomu burada sonlandırıram. Gələn videolarda görüşənədək sağ olun.